Qol deyil, qapıdan zərbə qeydə alınacaq. Amma hər Məsələn, ikisində öz qapısına vurarsa dediyi nədir? üçdən zərbə. Küncdən zərbə. Cərimə zərbəsini bir daha təkrar edirəm. Rəqib qapısına rəqib qapısına pramoy vurulan qol qeydə alınır. Amma sərbəst zərbədən isə qol qeydə alınmır. Minimum neçə toxunuş lazımdır? 2, 2. 2 toxunuş. Əks təqdirdə Qapıdan. bəli, qapıdan zərbə təyin olunur. Eynən yan xəttdən zərbədə olduğu kimi və yaxud Elə onu eynən yadımızda mübahisəli saxlamaq topda üçün olduğu müəllim, kimi. elə o iki zərbəni yadımızda saxlamaq lazımdır ki, iki ötürmədən sonra Bəli, qapıya minimum vurulur. 2 toxunuş olmalıdır. Birincini ötürür, ikincinin zərbə vurur. Minimum 2 toxunuş. Sağ olasın. Aha. Və vurulan zərbə maksimum 4 saniyə ərzində yerinə yetirilməlidir. 4 saniyədən gec yerinə yetirilərsə, sərbəst zərbə qeydə alınır. Və rəqib komanda mən desəm siz deyəcəksiniz, topdan minimum neçə metr məsafədə durmalıdır? 5. 5 5 metr. metr. Ay sağ ol. 4 saniyə 5 metr. Eyni şeydir. İndi gəlirəm, deyirəm ki, cərimə zərbəsi ilə, yəni sərbəst zərbəni başa düşdü. Bəli, müəllim. Ay sağ ol. İndi gəlirəm, deyirəm ki, fiziki təmas olası cərimə zərbəsidir. Bir də istənə əllə oyun varsa, o da cərimə zərbəsidir. Deyirəm, bax, oyunçunu itələyərsə, cərimədir yoxsa sərbəst? İtəliyəsə sərbəst. Yox, cərimə, toxunub axı Deyirəm, mənə. fiziki təmas var axı, Sahil müəllim. İtələyib də onu, təmas var. Bu deməli cərimədir. Və yaxud deyirəm ki, oyunçuya badalaq qoyarsa. Cərimə. Cərimə. Cərimədir, bəli. Deyirəm ki, oyunçunu dişləyərsə. O Cellini var idi. Suarez var idi. Dişləyirdi o Cellini. Zad adam qoymamış. Cərimədir, tamam. Cərimə. Eyni, bax bunu öyrənsəz bir futbolda öyrəndiniz. Eyni şeydir. Deyirəm ki, topa əllə oynayarsa. Yenə cərimə. Cərimə. Yenə cərimə zərbəsidir. Deyirəm oyunçuya tüpürərsə. Cərimə zərbəsi. Deyirəm ki, əlindəki hər hansı bir əşyanı topa, rəqibə, hakimə atarsa. Yəni burada da toxunuş var da cərimə. Cərimə zərbə. Orada da cərimə zərbəsi. İndi deyirəm rəqibə, etiraz edərsə, nalayiq hərəkətlər edərsə, söyüş söyərsə. 6 metr değil mi? Sərbəst zərbə. Bəli, fiziki təmas yoxdur, sərbəst zərbə. İndi deyirəm ki, bir dənə də bir şey var. Rəqibə hücum edərsə cərimə zərbəsidir. Amma təhlükəli oynayarsa, mötərizədə də yazıb ki, kontakt yoxdur. Və vaxtı ikən bunun da bir miq imtahan sualı olmuşdu. Bu nədir? Sərbəst. Təhlükəli oynayarsa, sərbəstdir. Kontakt yoxdursa. Və yaxud deyirəm ki, rəqibin hərəkətini kontaktsız əngəlləyərsə, cərimədir yoxsa sərbəst? Sərbəst. Kontaktsız. Sərbəst. Qapçıya topu başlamağa mane olarsa, əlindəki topu vurarsa, vurmağa cəhd edərsə, bu da sərbəstdir. Biri var ki, deyirəm ki, hər hansı bir əşyanı topa atarsa, oyuncuya atarsa, bu cərimədir. Amma biri də var, qapçı oyuna başlayır əli ilə. Bu zaman oyunculardan kimsə ayağı ilə onu götürmək istəyir. O topa toxunarsa, toxunmağa cəhd edərsə, bu sərbəstdir. Aydındır?